Salam müəllimlər, gəlin bu günlər sizinlə Time Test Bankından 9-cu testi həll edək və bu tip testlərin, üçlü testlərin işləmə texnikasını öyrənək. Qeyd edim ki, bu testlərdə, yəni situasiyanın içində bilik və fəaliyyət hissələrini ayırmağı bacarmalıyıq və sonra da biz daha yaxşı nəyi bilirsə o hissədən başlamalıyıq. Qeyd edim ki, idrak taksonomiyasının feillərini mütləq ki, əzbərdən bilin və onların mahiyyətini dərk edin ki, testləri həll edəndə bu sizin köməyinizə çox gələcək. İndi keçək testin həllinə. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır deyir və bunun səbəbini izah etmələrini istəyir. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idrak taksonomiyasının, yəni idrak sahəsinin mərhələlərini müəyyən edin. Biz ilk öncə bu cümlənin içində biliklə fəaliyyət, bilik və bacarıq hissəsini ayırmalıyıq. Biz bilirik ki, standartlarda bilik və bacarıq hissələri var. İstəyir bu əsas standart olsun, alt standart olsun və yaxud ondan çıxartdığımız özümüzün təlim nəticələrimizdə bilik və bacarıq hissələri var. Yəni bilik hissəsi necə aid edilir? Payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarını, qurumuş budaqlarını yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlarda əsər əlamət qalmır deyir və bunun səbəbini izah etmələrini istəyir. Burada gördünüzmü? Bir belə sözlər deyildi. Gəldi izah etmələrini istəyir. Bu hissə artıq oldu fəaliyyət hissəsi. Digərləri hamısı bilik hissəsidir və o bilik hissəsinə görə də fəaliyyət istəyir. İzah etmələrini istəyir. Biz də bilirik ki, idrak taksonomiyasını anlamaq mərhələsində izah etmək, şərh etmək, qruplaşdırmaq, ümumiləşdirmək, müəyyən etmək, seçmək, bax bunlar hamısı interpretasiya etmək, parafraz etmək, yəni öz sözləri ilə ifadə etmək, izah etmək. İnsan da əgər anlayırsa, bunu izah edə biləcək. İnsan anlama mərhələsini yoxlamaqdan ötürü ondan bir nümunə istəyəndə ki, bunu izah et. Əgər izah edə bilirsə, demək ki, o anlayır. Anlamaq mərhələsidir. Biz avtomatik olaraq baxmalıyıq ki, testdə anlamaq hansılardadır? Anlamaq B və C variantındadır. Ona görə də digər variantları silib həmin iki variantdan işləyəcəyik. A variantını silirik, D variantını və Y variantını. Biz baxırıq ki, anlamaq B və C variantlarındadır. Ondan sonra baxırıq, nəyə? Heç biliyin növünə baxmırıq. Baxırıq, ola bilər ki, biliyin növü olaraq orada birində prosedural verə bilər, birində konseptual verə bilər. Avtomatik biz o dəqiqə inteqrasiyaya baxırıq. Burada fənlər arası inteqrasiyadır yoxsa fən daxili inteqrasiyadır? Ən yaxşısı fən daxili inteqrasiyadan başlamaqdır. Situasiyaya baxırıq. Əgər müxtəlif siniflər arasında inteqrasiya varsa, bu fən daxili şaquli inteqrasiyadır. Məsəl üçün 11-ci siniflə 9-cu sinif, 11-ci siniflə 6-cı sinif. Yəni üstdən aşağıya doğru hansı siniflərlə əlaqə olursa, bu fən daxili şaquli inteqrasiyadır. Biz bu situasiyada bunu görürükmü? Xeyr. Və yaxud da fən daxili üfüqi inteqrasiya olmalıdır. Bu da nədir? Müxtəlif məzmun xəttləri arasında hər bir fənnin özünün məzmun xəttləri var. Birində 5, birində 3, birində 4 və burada həmin o məzmun xəttləri arasında əlaqə varmı? Xeyr. Fən daxili demək inteqrasiya yoxdur. Avtomatik B variantında silirik, əlimizdə qalır. Düzgün cavab C variantı. Fənlər arası konseptual anlama. Və burada anlama mərhələsi ilə zaten konseptual hər ikisində qoydu. Bu test çox rahatdır. Biz bilirik ki, bu limon idrak taksonomiyası anlamaq mərhələsi ilə konseptual bilik daha bağlıdır, daha sıx bağlıdır, amma bu o demək deyil ki, bu ilə ancaq o mərhələdədir. Konseptual bilik idrak taksonomiyasının 6 mərhələsindən, anlamaq mərhələsindən başlayır və düz yaratmaq mərhələsinə qədər var. Bircə hafizədə yoxdur. Hafizədə çünki yaddaşa əsaslanır, amma anlamaq mərhələsindən başlayaraq digər mərhələlərində də var. Ən çox bağlı olduğu mərhələ də anlamaq mərhələsidir. Anlamaq konseptual. Bu şəkildə testi həll etsəniz, çox rahat şəkildə tapacaqsınız.